Dana neylədir? Tamam, Ümumiyyətlə mən qəbul edəndə pasiyenti ayaqları işləmir. Sıfır. Biraz desəm bu işləyir. Bu sıfır idi konkret. Pəncələr də ki, nə irəli, nə geri işləmir. Bu amma bu quruluş anda yaradılmış. Yəni ki, bu düzəl. Yəni 4 cinsini Allah aşkına qardaş dizimlə qaldırır ha. Qaldırır, çəkir. Bu en toxtada buna dəyməmişəm. Ayağın yeri istəyir, qoluna görə. Bu da ki, sənə satılır, rahat, getir. Əlini bıraxıram. Kalk indi. Dünən tutub yedim işləyir, düzdür? Bugün sərbəst. Ay maşallah. Əhsən. Deməli, özün gedib rahat sərbəst sürüb gəlirsən. Belin ağrımadı? Yox, bir şey var. Ayağınız yorulma. Neçə il məşğul oluruq? 5 gün. 5 dəfə məşğul olmuşdur, sərbəst sürüb gedirsən. Sən egzersizləri edirsən. Sən qalxıb, bir dənə görə qalxan, sərbəst gün necə qalxırsan sən? Karsetdən də azad olacaq, karsetə ehtiyac yoxdur. Sana damaşıq vermirəm də, yeni hiss eləyəsən deyə. İşte o. Bravo Ali Bey. Sərbəst. Rahat bırak. İndi kontraktora yoxdur, əvvəl vardı kontraktor, ama aradan qaldırmışıq. Yoxdur. Günü-gündən irəliləyiş. Bakırsan, doktorlar da bildirirlər ki, səndəki irəliləyiş maşallah fantastikdir. Deməli, sənə demişəm də, sən indiki vəziyyətindən sonraki vəziyyət Allah eləməsin. Gönüllük tuşa demiş, fərç olacaq bir durumda. Ondan o tərəfə də qaranlıqdır. Bir addımlığından qayıtmışsan. Hər şey biraz vaxt lazımdır, səbir lazımdır və düzgün məşq proqramı lazımdır.